Aha, yoldaşlar, deməli, biz burada neynədik? Mən sizə burada cavablarını yazdım. İndi keçib listeningi bir dənə dinləyək. School. Baxın, bu bizim listeningimizdir. Prince Six. Edward'dadır. Sports. Burada bir dedi. Bir dəqiqə. Baxın, təzədən A. dinləyirik. 1. Cell phone. 2. Home. 3. School uniform. 4. Bike. 5. School. 6. Sports. 7. Jeans. 8. Music. 6th grade special. Baxın, bu indi track yuxarıdakı 1.01 idi. Bura necə daxil oluruq? Bura daxil olub Prince Edward yazırıq, English. Daxil olandan sonra burada audio, video, PDF yükləyə var. Yəni kitabın PDF-ində siz yükləyə bilərsiniz. Burada audio hissəsinə giririk və listeningin hissələri burada var, yəni çıxır. Bu belə yoldaşlar, bu sizin belə deyim də listeninginizdir. Onu da yerləşdirmişəm cavabları. Keçdik növbəti reading hissəsinə. Reading hissəsində əsas əşyalar 5-ci sinifin əsas əşyalarıdır. Bunlar da look at us, bizə bax, this is the 5th grade and we are awesome və biz mükəmməlik. Bu 5-ci sinifdir və biz çox mükəmməlik. Hi, I am Olivia. I am 11. My name and in my favorite thing, it's called Olivia. Deyirəm, salam, mənim adım Oliviadır. Mən 11 yaşım var. Mənim yeni telefonum mənim sevimli əşyamdır. Yəni əladır. Olivia. Sonra I am Emma and this is the Anna. Mən Emma'yam, bu Anna'dır. She's my favorite friend. Mənim sevimli dostumdur. She's some awesome Emma. Deməli, o belə deyim, mükəmməldir Emma. Hello, 5th grade teachers. Bu 5-ci sinif müəllimləri. You are cool. Burada you are cool, yəni cool, bəzi şagirdlər cool sözünü soyuq kimi belə deyim tərcümə edə bilərəm. Üzürlü sayı mən biraz nasazam, amma ona görə səsim belə çıxa bilər. Belə, you are cool, yəni ki, sən əlasan, yəni gözəlsən də mənasına gedir, yəni soyuq mənasına tərcümə olunmur. Hi, my name is Raul and my flamenco is a family tradition. Mənim adım Rauldur və mənim ailəmin flamenco, mənim ailəmin adət ənənəsidir. The music is great, musiqi əladır. Look, bax, Max is my dog, Max mənim itimdir. He's black and white, o qara və ağdır. He's a two and he is very happy. O ikidir və çox xoşbəxtdir. Getdi. Look at the poster, check element that you see. Deyir ki, posterə bax və elementlərdən hansını görürsən. Images əlbəttə ki, biz burada görürük. Daha sonra date and time, yəni ki, gün və vaxt. Baxaq görə gün və vaxt varmı burada? Xeyr, imagery şəkil görürük. Uzun tekstlər deyil bu, əlbəttə ki, qısa tekstlərdir, bunu yaza bilmərik. İkincisi, read and poster, what's about, check the correct option. Important events and reading for school, favorite things and for grade student, the special student and teacher and reading for school. Doğru olanı biz yazmalıyıq burada. Yəni, important events and reading for school, baxaq görək. Xeyr, bundan söhbət getməyib. Favorite things for the grade student. Bu, favorite things for 5th grade students'dan söhbət gedir. Əlbəttə ki, bunu yazacağıq. Üçüncüsündə read and the poster again and complete the sentence. Students, burada, yəni, biz neynəməliyik, yerləşdirməliyik. The teachers are cool. The, nə yazmışdıq? Gritty.
music olacaq. Read. D. Dog is happy. Bu da belə olacaq. Sing. Fikirlər. What is special about your class? Write sentence about your friend and sing your class. Use the bold words and exercise 3. Bunları yazandan sonra burada sing, yani fikirlər düşün. Nedir? What is the special about your class? Write a sentence about your friend and sing or your class. Use the bold words in exercise 3. Yani yoldaşlar, onu da deyim ki, burada deyir, fikirləş və öz sinifin haqqında xüsusi nə deyə bilərsən? Özün haqqında, yəni sən özün haqqında, dostun haqqında, əşyan haqqında və sinifin haqqında yaz və orada qara hərflərlə verilmiş sözlərə 3 cümlə yaz. İndi biz onları yazmalıyıq. Mən də burada qeyd edəcəm. Siz də nə edəcəksiniz? Ona baxıb ona aid cümlələr yaza bilərsiniz. Baxın yoldaşlar, bu sözlər budur. Cool, great, happy, awesome. Bunlar bax sözlərdə sözlərdən cümlələr qurulub. Baxın budur. Yəni bu belə deyim də aşağıdakı olan cavablarıdır. Bu belə. Sonra what is special about your class? Write a sentence about your friend. İndi bunlardan biz cümlələr yazmalıyıq. İndi onları da yerləşdirirəm. Bu aşağıdakı olan belə deyim də sualların cavablarıdır. Baxın, what is the special about your class? Burada cavabını vermişəm. Daha sonra about a friend, dostun haqqında. Və bunları yazın. About your class, bunları necə yazmışam? Detallı. Motivasiya olması üçün də restlərdən, daha doğrusu getlərdən istifadə etmişəm. Bu belə, bu sizin bu bölməniz. Keçdik növbəti bölməyə. Növbəti bölmədə qaydaya əsaslanır. Yoldaşlar, dedirəm ki, bu yüklənir. Qaydaya əsaslanır. Qaydada da belə deyim də, birinci növbədə to be-ni biz bilməliyik və ondan sonra nə etməliyik? Qaydanı biz yazmalıyıq. Qaydada da bilirsiniz ki, yoldaşlar, to be-nin indiki sadə zamanda 3 forması var. Am, is, are. Burada da to be-nin 3 formasından söhbət gedir. Yəni indiki sadə zamandan söhbət gedir. Və mən bu qaydanı bacardığım qədər burada hissə yerləşdirəcəm. Və siz nə edəcəksiniz? Bunu öyrənəcəksiniz və belə deyim də çalışmalarda tətbiq eləyəcəksiniz. Və bunu da deyim ki, biz bunları daha doğrusu qısaldılmış formaları var. Hansı ki, sualda, inkarda və belə deyim də tələffüzdə bunları am, are, is kimi belə deyim də tələffüz eləmirik. Və bunları da mən sizə qeyd edəcəm və siz nə edəcəksiniz? Bunları yazacaqsınız. Keçdik birincidə əlbəttə ki, bilirsiniz də bunun qısaldılmış formasını siz özünüz yazacaqsınız. Baxın, I am Olivia, Olivia, you are my friend, you are my friend. Görürsünüz, qısaldılmış formasını yazıb. He, she, s boşsunu yazacaqsınız. It's s yazacaqsınız boş. We are awesome, we Ray yazacaqsınız. Görürsünüz, burada Ray var, bunu yazacaqsınız. Bu yazılıb. İkincisində the teacher are great. Görürsünüz, the teachers'ın altından xətt çəkibsə, deməli, bunlar cəmliyi bildirir. Cəmdədirsə, they are olacaq. Flamenco is. Flamenco-da burada musiqi və dans flamenco bir növüdür. Orada olacaq, it is olacaq. It is a type, it əvəz eləyəcək. My friend and I are happy. Bir də bu qayda var ki, my friend and I, uşaqların çoxsu testdə də verirlər hətta. My friend and verir, I-dan sonra nöqtə verir. Ondan sonra uşaqlar are, am, is, was belə bir şeylər variantlarda verirlər. Uşaqlar bunu çaşdırırlar. Uşaqlar I-dan sonra am verir. Xeyr, burada 2 nəfər olduğuna görə, mənim dostum və mən 2 nəfər olduğuna görə burada I-dan sonra am olmayacaq.
I əgər özü təklikdə işlənsəydi, aydan sonra əmi verəcəkdik. Amma I özü təklikdə işləmir deyənə, aydan sonra nə edəcəyik? Biz burada are işlədəcəyik. Çünki 2 nəfərdən söhbət gedir. My friend and I are happy. Burada olacaq we are happy. Yəni bizdən söhbət gedir. Çünki mən var onun içində. Yəni mənim dostum və mən. Yəni necə deyək? Onlar deyə bilmərik ki, biz deyəcəyik. Evelyn is my favorite friend. Evelyn is my favorite friend. Burada bilmirəm. Evelyn yəqin qız adı olar. She is olacaq. She is my favorite friend olacaq. Kamran is cool student olacaq. Kamran he is a school student. Burada da he-ni yəqin, she-ni yazmağı yəqin ki bacarırsınız yoldaşlar. He-ni, she o belə yazılır. Və onun səthəz qısaldılmış formasında belə yaza bilərsiniz. Keçdik nə? Choose a correct word, düzgün olanı yazacağıq. Baxın, Aynur 3-cü şəxsin təkidir, təkdə işlənir. Aynur is my teacher olacaq. Max 3-cü şəxsin təkidir, is olacaq, təkdədir, is olacaq. My jeans cəmdə olduğuna görə are olacaq. My bike təkdə olduğuna görə is olacaq. I am are olmayacaq, I am olacaq. I am a student olacaq. We are friends olacaq. We də cəmliyi bildirir. We-dən sonra are işlənəcək. 7-də də you are happy olacaq. Is olmayacaq. You-da da, təkində də, cəmində də are işlənir. Çünki you-da sən var, bir də var siz olacaq are. Sonra keçdik 4-cüyə. Yenə də deyirəm, bunların qısaldılmış formasını yazılmalıdır. My name is Maria and I am correct forms. Düzgün deyil formaları yazacağıq. Aha. Burada mənim adım Maria və mənim... burada uşaqlar siz çaşdırmasın. Deyəcəksiniz ki, müəllimə. Bəs yuxarıda are verdir. Xeyr, burada my name is Maria deyir. Mənim adım Mariadır və mənim deyir. 12 yaşım var. Burada da yenə I'm 5th grade at Meriden Forest School. My favorite thing is my cell phone olacaq, is olacaq. My favorite friends are olacaq. Friends cəmdə olduğu günə are olur. They are cool olacaq, are olacaq. Deydən sonra da are olacaq. Burada da workbook var. Workbookları nə etməlisiniz? Biz page 2, page 5 and page 6. Bunlar workbookda işlənməliyik. İndi workbooklara da baxacağım. Görüm kitabın arxasında verilibmi, yoxsa verilməyib. Aha, keçdik nəyə? Mən sizə nə izah edəcəkdim, uşaqlar? Mən sizə belə deyim də to be-nin indiki sadə zamanının belə deyim də qısaldılmış formaları falan onları yazmalıydım. Getdim, mən də bunları qeyd edib bura. Aha, baxın yoldaşlar. To be-nin haqqında məlumat verdim burada, baxın. To be haqqında məlumat mənası olmaq, var olmaq deməkdir. İstifadə olunur. Kimliyi, peşəni, vəziyyəti, yeri, şəxsiyyət kimi bildirmək istifadə olunur. İndiki sadə zaman formaları var. Bax, I am mən, you are sən, siz sən, he, she, it odur, we are busy, they are onlardır. Bu belə. Sonra keçdik bunların sual formasına. Biraz belə deyim də PDF-in üzərində yer olmadığına görə sıxlaşdırmışam. Ona görə belə görsənə bilər. Sual forması question form. To be feilini sadəcə feili əvvələ keçiririk. Am, I, mən, mənəmmi, are you, sənsənmi, he, is he, odurmu, are we, bizikmi, are they, onlardırmı? Keçdik nəyə? Baxın, keçdik nəyə? Aha. Bunlarda inkar forması sadəcə not əlavə olunur. I am not, mən deyirəm, you are not, sən deyilsən, not, burada da görürsünüz, we are not, they are not, onlar deyirlər. Daha sonra keçdik nəyə? Müsbət mənası da I am, you are görürsünüz qısaldılmış formasındadır. He, she, it, it's, we are görürsünüz qısaldılmış formaları belə işlənir. İnkarda I am not qısa formada yalnız belə qalır. Bunu qeyd eləmişəm. You are not görürsünüz qısaldılmış formaları yalnız neyir? Belə olur. Aren't, we aren't. Yenə də deyirəm, to be olmaq feilidir. Mənası, bax haqqında mənası. İstifadə olunur. Kimliyi, peşəni, vəziyyəti, yeri, xasiyyəti bildirmək üçün istifadə olunur. Bu belə. Keçdik növbəti listening and vocabulary. Aha. Listeningdə biz nə etməliyik? Listeningi
belə deyim, dinləməliyik. Dinlədikdən sonra biz nə etməliyik? Tapşırıqları yerinə yetirməliyik. Bunlar da hold bunu bilməliyik balalar. Aha. Keçdik nəyə? Listeningdə yoldaşlar. Listeningi biz nə etməliyik? Dinləməliyik. Dinlədikdən sonra bunları qeyd eləməliyik. Bu belə. Keçdik nəyə? Listeningi dinləyək. Bir dəqiqə qoşum. To register for the yoga class. 6th grade special things. Baxın. Meridian Forest. Hello. Welcome to our club. How are you today? Hi, I'm good, thanks. I want to register for the yoga classes on Wednesday. Awesome. What's your name? Audrey. And your last name? White. How do you spell that? W-H-I-T-E. Right, Audrey. And how old are you? I'm 12. Okay. And what's your address? It's 34 Liger Street. What's your phone number, please? 555-5436. Are you in 6th grade? No, I'm not. I'm in 7th grade. Who's your teacher? Mr. Avery. Cool. Thanks. Hello. Welcome to our club. How are you today? Aha. Hi, Dinlədik. I'm yoldaşlar. good, thanks. I want to register. Aha. Bunu dinlədikdən sonra yoldaşlar. Birincisinde look at the image address at the club, yoga club. Deməli birincisində at the yoga club olacaq cavab. 1-0 listen to dial and check your answer. Deyir dinləyin, cavabları cavablayın. 4-cündə də deyir ki listen the first part of dial again check correct answer. Baxa görə 1-0 tam. Bunu yenə də deyir ki dinləyin, yəni dinləyəcəksiniz. Dinlədikdən sonra the dialogue is about söhbət nədən gedir? The registration at the new club'dan söhbət gedir. Yoga classes are on Friday, on Wednesday, əlbəttə ki Wednesday olacaq. 1-0-3'də yenə də dinləyirik. Listen to dialogue again the complete information about Audrey. Audrey'dən söhbət nədən gedir? Hansı activity'dən, onun soyadı nə idisə, sinifi hansıdırsa onları dinləyəcəksiniz. Onları yazacağıq. Baxırıq. Yenə bir də dinləyirsiniz. Mən indi baxın. Aha, yoldaşlar activity yəni activity'si yogadır. First name White, last name daha doğrusu first name Audrey, last name White olacaq. Burada cavab. Burada sürüşür deyə mən yaza bilmirəm. Age 12, grade 7, yəni 7-ci sinif olacaq. Address Light Street 34, yəni 34. Home phone number da budur 54 36, yəni ki 5436. Bu da belə. Bu onun cavabı. Keçdik nəyə? 1.05'i dinləyəcəksiniz. Yenə də bir dənə qoşum. Aha. Name. Təzədən dinləyirik. 2. D. Address. 3. F. Age. 4. B. Name of school. 5. A. Grade. 6. C. Phone number. 7. E. First name.
Global Aha. Teen Peki ki Students. dinlediniz bunu. By students. Aha. Dinledikten sonra ne edirsiniz? Cevapları yazırsınız. Bu belə. Keçdi növbəti növbətiyəm burada. Görək reading var mı? Burada reading yoxdur. Aha. Keçdi language in context. Bunu dedik. Bunu da izahını vermişik. Bunu da verdik. Keçdik nəyə? What, how, who, hold. How old. Burada da ne edəcəyik? Birincisində what olacaq. Is your teacher? Who is your teacher? Sənin müəllimin kimdir? Onu yazacaqsınız. How old are you today? Bugün necəsən? How are you? Neçə yaşın var? Bunu yazırıq. Sonra ikincisində yenə də qısa formaları yazacaqsınız. We are not awesome. We are. Görürsünüz yuxarıda necə yazıblarsa qısa formasını, uzun formasını siz də nə edəcəksiniz? Elə yazacaqsınız. Bayaqki dərsdə izah elədim. They are not cool olacaq. They re. Bax, burada necədirsə, re. Baxın. Görürsünüz you are nədir? Bayla. Ona uyğun yazırsınız. Daha sonra correct the sentence. They are true for you. Use the example to help you. Baxın. Burada bir dəqiqə. Burada nə edirsiniz? Düzgün cümlələri öz-özünə uyğunlaşdırırsınız. Məsələn, siz 5-ci sinifsizdə, I am 9 years old. Yəqin ki, 5-ci siniflərin 11 yaşı var. Yazacaqsınız ki, I am not 9 years old. I am məsələn 10 yaşınız var. I am 10 years old deyə bilərsiniz. My teacher is Mrs. Mələhət deyil. Yazacaqsınız ki, my teacher is not Mrs. Mələhət. My teacher is məsələn Günel teacher məsələn. My phone number is falan falan. Yazırsınız ki, my phone number is not. Bu öz nömrənizi yazacaqsınız ki, my phone number is falan 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 nömrə. My friends are Samir and Pərvanə yox. Mənim dostum Pərvanə ilə Samir deyil. Onu yazacaqsınız. Və belə deyim. My friend are not Samir and Pərvanə. My friends are falan 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 kəslər. Onu yaza bilərsiniz. İstifadə etdiyiniz burada yəni yenə də öz nömrənizi, adınızı, adresinizi, müəlliminizin adını, yaşını və nə edəcəksiniz? Phone number, yəni telefon nömrənizi yazacaqsınız. Bu da belə, bu 5-ci sinifimizin nə edəcəkdir? Dərsliyi idi. Qardaşlar.